Ulduzlar hər bürc üçün tamamilə fərqli mesaj hazırlayıb. Bəzilərini gözlənilməz sevindirici xəbər, bəzilərini isə vacib xəbərdarlıq gözləyir. Maraqlısı isə odur ki, bir bürcün həyatında köhnə sevgi yenidən qayıda bilər, digər bürc isə gözlənilmədən maliyyə fürsəti əldə edəcək. Görəsən, sizin bürcünüz bugün şanslılar arasındadır, yoxsa daha ehtiyatlı davranmalı olanlardan? Bunu öyrənmək üçün videonu sonadək izləyin. Qoç. Qoç bürcü üçün günün ilk saatları müəyyən çətinliklərlə başlaya bilər. Əgər vacib bir layihə üzərində çalışırsınızsa və ya böyük ümid bağladığınız bir işi həyata keçirmək istəyirsinizsə, hər şeyin düşündüyünüz kimi asan alınmayacağını nəzərə alın. Gözlənilməz gecikmələr, texniki problemlər və ya başqalarının diqqətsizliyi planlarınıza təsir göstərə bilər. Bununla belə, ulduzlar xəbərdarlıq edir ki, bu maneələr müvəqqətidir və düzgün yanaşma ilə onların öhdəsindən gəlmək mümkündür. Səhər saatlarında ən vacib xüsusiyyətiniz səbir olacaq. Bəzi məsələlər bir dəfəyə həll olunmayacaq, eyni işi bir neçə dəfə yoxlamaq və ya yenidən düzəliş etmək lazım gələ bilər. Kiminsə unutqanlığı və ya məsuliyyətsizliyi sizi əsəbləşdirsə də, emosiyalarınızı nəzarətdə saxlamaq daha doğru seçim olacaq. Çünki tələsik verilən qərarlar vəziyyəti daha da çətinləşdirə bilər. İş həyatında bugün hər detalı diqqətlə yoxlamaq tövsiyə olunur. Sənədlər, maliyyə hesablamaları və ya vacib yazışmalarla bağlı xırda səhvlər sonradan əlavə vaxt itkisinə səbəb ola bilər. Hər şeyi nəzarətdə saxlasanız, günün sonunda gözlədiyiniz nəticəyə çatmaq şansınız yüksək olacaq. Maliyyə baxımından sabit gün olsa da, böyük xərclər etməyə tələsməyin. Əgər alış-veriş və ya yeni maliyyə öhdəliyi planlaşdırmısınızsa, qərar verməzdən əvvəl bütün detalları bir daha nəzərdən keçirmək faydalı olacaq. Tələskənlik bugün sizə üstünlük qazandırmayacaq. Günün ikinci yarısından etibarən isə enerjiniz tamamilə dəyişəcək. Xüsusilə şəxsi həyatınızda xoş və gözlənilməz hadisələr yaşana bilər. Son vaxtlar həyatınıza yenilik gətirmək istəyirdinizsə, bunun üçün əlverişli fürsətlər yaranacaq. Yeni tanışlıqlar, maraqlı söhbətlər və gözlənilməz görüşlər əhvalınızı xeyli yüksəldə bilər. Subay qoçlar üçün romantik baxımdan uğurlu gündür. Yeni tanış olduğunuz insan sizdə ilk andan xoş təəssürat yarada bilər. Bu tanışlıq tədricən ciddi münasibətə çevrilmək potensialına malikdir. Açıq fikirli olun və yeni imkanlardan çəkinməyin. Münasibətdə olan qoçlar üçün isə keçmişdən gələn bir mövzu yenidən gündəmə gələ bilər. Uzun müddətdir əlaqə saxlamadığınız, lakin bir vaxtlar həyatınızda mühüm yer tutmuş bir insan gözlənilmədən sizinlə əlaqə yaratmaq istəyə bilər. Əgər bu münasibətin yenidən başlamasını ürəyinizdə istəmisinizsə, ulduzlar bu dəfə ilk addımın qarşı tərəfdən gələcəyini göstərir. Sizə isə yalnız vəziyyəti düzgün qiymətləndirmək və ürəyinizin səsinə qulaq asmaq qalacaq. Ailə münasibətlərində də müsbət dəyişikliklər mümkündür. Yaxınlarınızla daha çox vaxt keçirmək, birlikdə söhbət etmək və aranızda yaranmış kiçik anlaşılmazlıqları aradan qaldırmaq üçün münasib zamandır. Səmimi münasibət və qarşılıqlı anlayış günün sonunda sizə daxili rahatlıq gətirəcək. Sağlamlıq baxımından günün ilk yarısında əsəb gərginliyi və yorğunluq hiss oluna bilər. Lakin gün irəlilədikcə emosional vəziyyətiniz sabitləşəcək. Axşam saatlarında istirahət etmək, açıq havada gəzmək və ya sevdiyiniz insanlarla vaxt keçirmək enerjinizi bərpa edəcək. Bugünün əsas mesajı odur ki, səhər saatlarında qarşılaşdığınız maneələr sizi ruhdan salmamalıdır. Çünki günün ikinci yarısı sizə həm emosional rahatlıq, həm də şəxsi həyatınızda sevindirici yeniliklər vəd edir. Səbirli olun, emosiyalarınızı idarə edin və qarşınıza çıxacaq yeni imkanları dəyərləndirməkdən çəkinməyin. Günün sonunda anlayacaqsınız ki, bəzi gecikmələr əslində sizi daha gözəl hadisələrə aparan yolun bir hissəsi imiş. Buğa. Bugün buğa bürcü üçün sabitlik, məhsuldarlıq və yeni imkanlarla yadda qala bilər. Ulduzlar göstərir ki, gün ərzində tələsmədən və planlı şəkildə hərəkət etsəniz, qarşınıza qoyduğunuz məqsədlərə rahatlıqla çata biləcəksiniz. Böyük risklərə ehtiyac olmayacaq. Əksinə, ağıllı qərarlar və düzgün qurulmuş əməkdaşlıqlar sizə daha çox qazanc gətirəcək. Əgər bugün yalnız gündəlik işlərinizi başa çatdırmağı planlaşdırırsınızsa, demək olar ki, heç bir ciddi maneə ilə qarşılaşmayacaqsınız. Tapşırıqları vaxtında yerinə yetirəcək, uzun müddətdir yarımçıq qalan məsələləri tamamlayacaq və günün sonunda məhsuldar fəaliyyətinizdən məmnun qalacaqsınız. Sakit və ardıcıl işləmək sizə əlavə üstünlük qazandıracaq.
Lakin daha böyük məqsədlər qarşısına qoyan buğalar üçün gün daha maraqlı hadisələr vəd edir. Qarşınıza çıxacaq yeni insanlar gələcəyiniz üçün mühüm rol oynaya bilərlər. Gözləmədiyiniz anda kimsə sizə kömək təklif edə, öz təşəbbüsü ilə dəstək göstərə və bunu heç bir qarşılıq gözləmədən edə bilər. Bu cür səmimi münasibətlər gələcək əməkdaşlıqların və uzunmüddətli dostluqların əsasını qoya bilər. İş həyatında əməkdaşlıq mövzusu ön plana çıxacaq. Tək başına həll etməkdə çətinlik çəkdiyiniz məsələlərdə doğru insanlarla birləşmək uğurunuzu sürətləndirəcək. Sizə verilən dəstəyi qiymətləndirmək və minnətdarlığınızı bildirmək münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq. Bugün qurulan əlaqələr gələcəkdə daha böyük layihələr üçün qapılar aça bilər. Maliyyə baxımından gün kifayət qədər uğurludur. Böyük məbləğdə qazanc gözlənilməsə də gələcək gəlirləriniz üçün vacib imkanlar yaranacaq. Keçmişdə birlikdə işlədiyiniz insanlar yenidən sizinlə əlaqə saxlaya və sizi perspektivli bir layihəyə dəvət edə bilərlər. Bu təkliflərə diqqətlə yanaşın, çünki onlar yaxın aylarda maddi vəziyyətinizə müsbət təsir göstərə bilər. Bundan əlavə, pulun idarə olunması ilə bağlı dəyərli məsləhətlər ala bilərsiniz. Təcrübəli bir insanın tövsiyəsi sayəsində büdcənizi daha düzgün planlaşdırmaq, lazımsız xərclərdən qaçmaq və gələcək üçün daha etibarlı maliyyə strategiyası qurmaq imkanınız olacaq. Bugün verilən ağıllı qərarlar sonradan böyük fayda gətirə bilər. Şəxsi münasibətlərdə də isti və səmimi atmosfer hökm sürəcək. Ailə üzvləri və yaxın dostlarla münasibətləriniz daha da möhkəmlənəcək. Sizə göstərilən diqqət və qayğı əhvalınızı yüksəldəcək. Öz növbənizdə yaxınlarınıza dəstək olmağınız münasibətlərinizə daha da dəyər qatacaq. Sevgi həyatında münasibətdə olan buğalar üçün qarşılıqlı etibar və anlayış güclənəcək. Sevdiyiniz insanla gələcəklə bağlı planlar qurmaq, birlikdə yeni qərarlar qəbul etmək və münasibətinizi daha da inkişaf etdirmək üçün əlverişli zamandır. Subay buğalar üçün isə yeni tanışlıqlar mümkündür. Xüsusilə dostların və ya iş mühitinin vasitəsilə tanış olacağınız biri gələcəkdə həyatınızda xüsusi yer tuta bilər. Sağlamlıq baxımından gün ümumilikdə müsbət keçəcək. Özünüzü enerjili hiss edəcək və gündəlik işlərin öhdəsindən rahatlıqla gələcəksiniz. Bununla belə, gün ərzində fasilələr verməyi və özünüzə istirahət üçün vaxt ayırmağı unutmayın. Axşam saatlarında sakit istirahət sizə həm fiziki, həm də mənəvi rahatlıq gətirəcək. Günün sonunda anlayacaqsınız ki, bugün qazandığınız ən böyük uğur təkcə görülən işlər deyil, həm də qurduğunuz yeni əlaqələr və möhkəmlənən münasibətlərdir. Sizə uzanan yardım əlini düzgün qiymətləndirsəniz və qarşılıqlı etimadı qorusanız, yaxın gələcəkdə bunun müsbət nəticələrini daha aydın görəcəksiniz. Əkizlər. Bugün qarşınıza yeni çətinliklər və gözlənilməz maneələr çıxa bilər. Ancaq ulduzlar bildirir ki, narahat olmağa əsas yoxdur. Əksinə, məhz belə vəziyyətlərdə sizin çevik düşüncəniz, ixtiraçılığınız və fərqli yanaşma bacarığınız ən böyük üstünlüyünüzə çevriləcək. Başqalarının çıxılmaz hesab etdiyi problemlər sizə yeni imkanlar kimi görünəcək və onların həllini düşündüyünüzdən daha tez tapacaqsınız. Səhər saatlarından etibarən planlarınızda kiçik dəyişikliklər baş verə bilər. Gözlənilməz tapşırıqlar və ya əlavə məsuliyyətlər yaransa da, siz bunları soyuqqanlılıqla qarşılayacaq və vəziyyətə tez uyğunlaşacaqsınız. Ən vacibi odur ki, çətinlikləri problem kimi deyil, özünüzü sübut etmək üçün fürsət kimi qəbul edəsiniz. İş həyatında yaradıcı düşüncəniz bugün xüsusi diqqət çəkəcək. Həmkarlarınızın uzun müddət həll edə bilmədiyi məsələlər üçün siz tamamilə yeni və effektiv çıxış yolu tapa bilərsiniz. Ənənəvi üsullardan fərqli düşünməyiniz sizə vaxt qazandıracaq və nəticədə daha uğurlu nəticələr əldə edəcəksiniz. Rəhbərlik də bu yanaşmanızı yüksək qiymətləndirə bilər. Lakin hər kəs sizin ideyalarınızı ilk andan qəbul etməyə bilər. Bəzi insanlar təkliflərinizi qeyri-adi və ya riskli hesab edəcəklər. Bu isə sizi ruhdan salmamalıdır. Unutmayın ki, yeniliklər əvvəlcə həmişə suallar doğurur. Əgər fikrinizə inanırsınızsa, onu sakit şəkildə izah edin və tələsik nəticə gözləməyin. Bugün emosiyalarınızı idarə etmək xüsusilə vacibdir. Təklifiniz dərhal dəstək qazanmasa, bunu şəxsi məsələ kimi qəbul etməyin. İnsanlara düşünmək üçün vaxt verin. Çox güman ki, bir neçə saat və ya bir qədər sonra onlar sizin baxış bucağınızın nə qədər doğru olduğunu anlayacaq və sizi dəstəkləməyə başlayacaqlar. Maliyyə baxımından gün sabit keçəcək.
Böyük qazanc gözlənilməsə də yeni ideyalar gələcəkdə əlavə gəlir əldə etməyiniz üçün imkan yarada bilər. Xüsusilə yaradıcılıq, texnologiya, media və kommunikasiya sahəsində çalışan əkizlər maraqlı layihələr və perspektivli təkliflərlə qarşılaşa bilərlər. Bu fürsətləri diqqətlə dəyərləndirmək faydalı olacaq. Şəxsi münasibətlərdə də səbir əsas rol oynayacaq. Yaxınlarınız bəzən sizi tam başa düşməyə bilər. Lakin bunu narazılıq səbəbi etməyin. Sakit söhbət və açıq ünsiyyət sayəsində bütün anlaşılmazlıqları aradan qaldırmaq mümkün olacaq. Günün sonunda münasibətləriniz əvvəlkindən daha da möhkəmlənə bilər. Sevgi həyatında münasibətdə olan əkizlər üçün qarşılıqlı anlayış ön plana çıxacaq. Sevdiyiniz insanın fikirlərinə hörmətlə yanaşmaq və onu dinləmək münasibətlərinizə müsbət təsir göstərəcək. Subay əkizlər üçün isə maraqlı tanışlıqlar mümkündür. İlk görüşdə qəribə görünən bir insan sonradan sizi xoş mənada təəccübləndirə bilər. Sağlamlıq baxımından gün ümumilikdə uğurludur. Zehni fəaliyyətiniz yüksək olacaq, lakin gün ərzində özünüzü həddindən artıq yormamağa çalışın. Qısa fasilələr vermək və axşam saatlarında istirahət etmək enerjinizi qorumağa kömək edəcək. Bugünün əsas dərsi ondan ibarətdir ki, fərqli düşünməkdən çəkinməməlisiniz. Məhz qeyri-adi baxış bucağınız sizi başqalarından fərqləndirir və uğura aparır. Əgər ilk anda sizi anlamayanlar olarsa, tələsməyin. Zaman keçdikcə ideyalarınızın dəyəri daha aydın görünəcək. Ümumilikdə bugün əkizlər bürcü üçün yaradıcılıq, çevik qərarlar və yeni imkanlar günüdür. Çətinliklərdən qorxmayın, fərqli həll yolları axtarın və emosiyalarınızı nəzarətdə saxlayın. Bugün göstərdiyiniz səbir və ağıllı yanaşma sizi həm işdə, həm də şəxsi həyatınızda gözlədiyiniz uğurlara bir addım da yaxınlaşdıracaq. Xərçəng. Bugün xərçəng bürcü üçün uğur, xoş görüşlər və emosional rahatlıq vəd edən günlərdən biridir. Ulduzlar göstərir ki, planlaşdırdığınız işlərin böyük əksəriyyəti istədiyiniz kimi alınacaq və gün ərzində qarşınıza çıxacaq imkanlar gələcəyiniz üçün mühüm əhəmiyyət daşıya bilər. Özünüzə inanın və yaranan fürsətləri dəyərləndirməkdən çəkinməyin. Səhər saatlarından etibarən hadisələr sizin xeyrinizə inkişaf etməyə başlayacaq. Son vaxtlar həllini gözləyən məsələlər daha asan yoluna düşəcək, yarımçıq qalan işləri başa çatdırmaq üçün əlverişli şərait yaranacaq. Bugün hər şey sanki öz axarında gedəcək və siz əlavə gərginlik yaşamadan planlarınıza yaxınlaşa biləcəksiniz. Bazar günü xüsusilə ünsiyyət baxımından uğurlu olacaq. Yeni insanlarla tanış olmaq, maraqlı söhbətlər aparmaq və faydalı əlaqələr qurmaq üçün əla zamandır. Qarşılaşacağınız bəzi insanlar gələcəkdə həyatınızda mühüm rol oynaya, hətta iş ortağınıza və ya uzun müddətli dostunuza çevrilə bilərlər. İlk təəssürata diqqət yetirin, çünki bugün qurulan münasibətlər uzunömürlü ola bilər. İş həyatında da müsbət inkişaflar gözlənilir. Əgər yeni layihələr, əməkdaşlıqlar və ya gələcək planlarla bağlı müzakirələriniz varsa, ulduzlar sizi dəstəkləyir. Bugün tanış olacağınız insanlar peşəkar inkişafınıza töhfə verə və qarşınızda yeni qapılar aça bilərlər. Öz bacarıqlarınızı göstərməkdən çəkinməyin. Maliyyə baxımından gün sabit görünür. Böyük qazanc gözlənilməsə də gələcəkdə maddi vəziyyətinizi yaxşılaşdıracaq əməkdaşlıqların və ya layihələrin təməli məhz bugün qoyula bilər. Maliyyə qərarlarını düşünərək qəbul etməyiniz uzun müddətli uğur gətirəcək. Şəxsi həyatınız isə günün ən parlaq sahələrindən biri olacaq. Romantik münasibətlərdə sizi xoş sürprizlər gözləyir. Xüsusilə son vaxtlar iş və gündəlik qayğılar səbəbindən sevdiyi insana kifayət qədər vaxt ayıra bilməyən xərçənglər bugün münasibətlərinə yenidən istilik və yaxınlıq gətirə biləcəklər. Adətən vaxtınızı alan və sizi yoran gündəlik problemlər bugün arxa plana keçəcək. Bunun sayəsində sevdiyiniz insanla daha çox vaxt keçirəcək, uzun müddətdir danışa bilmədiyiniz mövzuları müzakirə edəcək və bir-birinizə olan hisslərinizi daha açıq ifadə edəcəksiniz. Bu səmimi ünsiyyət münasibətlərinizi daha da möhkəmləndirəcək. Münasibətdə olan xərçənglər üçün qarşılıqlı etibar və anlayış daha da güclənəcək. Birlikdə keçirilən sadə anlar belə sizə böyük xoşbəxtlik hissi yaşada bilər. Subay xərçənglər üçün isə maraqlı tanışlıqlar ehtimalı yüksəkdir. Bugün tanış olacağınız biri ilə yaranacaq ünsiyyət gələcəkdə ciddi münasibətin başlanğıcı ola bilər. Ailə münasibətlərində də harmoniya hökm sürəcək. Yaxınlarınızla birlikdə keçirdiyiniz vaxt sizə mənəvi rahatlıq verəcək.
Əgər son günlər hansısa anlaşılmazlıq yaşanıbsa, bugün onu aradan qaldırmaq üçün münasib fürsət yaranacaq. Sağlamlıq baxımından da gün əlverişlidir. Özünüzü enerjili və gümrah hiss edəcəksiniz. Bununla belə, günün gözəlliyini daha dolğun yaşamaq üçün özünüzə də vaxt ayırın. Sevdiyiniz məşğuliyyətlə məşğul olmaq və ya açıq havada vaxt keçirmək əhvalınızı daha da yüksəldəcək. Bugünün əsas mesajı odur ki, həyat yalnız işdən ibarət deyil. Uğur qazanmaq qədər sevdiyiniz insanlarla xoş anlar paylaşmaq da vacibdir. Bugün münasibətlərinizə ayıracağınız diqqət sizə gələcəkdə daha güclü emosional bağ və qarşılıqlı etibar qazandıracaq. Ümumilikdə bugün xərçəng bürcü üçün uğurlu görüşlər, yeni əməkdaşlıqlar və romantik anlarla zəngin gündür. Qarşınıza çıxan insanlara açıq olun, yeni imkanları dəyərləndirin və ən əsası sevdiyiniz insanlara vaxt ayırın. Bugün yaşayacağınız səmimi anlar uzun müddət yadda qalacaq və sizə mənəvi rahatlıq bəxş edəcək. Şir. Bu bazar günü Şir bürcü üçün düşünülmüş qərarlar və təmkinli davranışın uğur gətirəcəyi günlərdən biri olacaq. Adətən sürətli qərarlar verməyi və vəziyyətə uyğun hərəkət etməyi bacarsanız da, bu dəfə ulduzlar tələsməməyi tövsiyə edir. Qarşınıza mühüm məqsəd qoymusunuzsa, ilk addımı atmadan əvvəl bütün planınızı dəqiqləşdirin. Düzgün strategiya sizi həm vaxt itkisindən, həm də lazımsız çətinliklərdən qoruyacaq. Günün ilk saatlarında işlərinizi sistemli şəkildə qurmaq böyük üstünlük verəcək. Hər detalı əvvəlcədən düşünmək, görüləcək işləri ardıcıllıqla planlaşdırmaq və həmin plana sadiq qalmaq istədiyiniz nəticəyə daha rahat çatmağınıza kömək edəcək. Bugün plansız addımlar və emosional qərarlar gözlənilməz problemlər yarada bilər. İş və şəxsi layihələrdə improvizasiya etməyə öyrəşmisiniz. Çox vaxt bu xüsusiyyət sizi uğura aparır. Lakin bugün vəziyyət fərqlidir. Qarşınıza çıxan hər yeni ideyanın arxasınca getmək əvəzinə əvvəlcədən müəyyən etdiyiniz istiqaməti qorumaq daha doğru olacaq. Səbir və nizam-intizam günün əsas uğur açarıdır. Maliyyə məsələlərində də ehtiyatlı davranmaq faydalıdır. Böyük xərclər və ya tələsik qərarlar vermək əvəzinə mövcud vəziyyəti təhlil edin və gələcək planlarınızı nəzərə alın. Bugün düşünülmüş addımlar sonradan sizə daha böyük rahatlıq qazandıracaq. Şəxsi münasibətlərdə isə müəyyən həssaslıq hiss oluna bilər. Açıq mübahisələr gözlənilməsə də insanlar sözlərinizə həmişəkindən daha emosional reaksiya verə bilərlər. Siz tamamilə xoş niyyətlə fikir bildirsəniz belə, qarşı tərəf bunu fərqli başa düşə və ya incikliyini gizlətməyə bilər. Bu səbəbdən yaxınlarınızla ünsiyyətdə sözlərinizi diqqətlə seçmək vacibdir. Məsləhət verməzdən əvvəl qarşı tərəfin buna hazır olub-olmadığını hiss etməyə çalışın. Bəzən susmaq və sadəcə dinləmək uzun izahlardan daha faydalı ola bilər. Sevgi həyatında münasibətdə olan şirlər üçün qarşılıqlı anlayış ön plana çıxacaq. Sevdiyiniz insanın hisslərinə diqqətlə yanaşsanız, gün ərzində yarana biləcək kiçik gərginliklər böyümədən aradan qalxacaq. Əsas məsələ haqlı çıxmağa çalışmaq deyil, münasibəti qorumaqdır. Subay şirlər üçün də maraqlı tanışlıqlar mümkündür. Lakin ilk təəssüratlara əsasən tələsik nəticə çıxarmaq düzgün olmaz. İnsanlara özlərini göstərmək üçün bir qədər zaman verin. Ailə münasibətlərində də səbir və anlayış sizə çox kömək edəcək. Yaxınlarınızın davranışında qəribə görünən məqamlar olsa belə emosional reaksiya verməyin. Sakit söhbət sayəsində bütün anlaşılmazlıqları həll etmək mümkün olacaq. Bugün intuisiyanız xüsusilə güclü işləyəcək. Məntiqlə cavab tapa bilmədiyiniz məsələlərdə daxilinizdən gələn hisslərə diqqət yetirin. Məhz həmin daxili səs sizi ən doğru qərara yönəldəcək və çətin görünən vəziyyətlərdən çıxış yolu göstərəcək. Sağlamlıq baxımından gün ümumilikdə sabit keçəcək. Lakin emosional gərginlik sizi bir qədər yorğun hiss etdirə bilər. Gün ərzində özünüzə qısa fasilələr vermək, açıq havada gəzmək və axşam saatlarında sakit istirahət etmək həm fiziki, həm də mənəvi enerjinizi bərpa edəcək. Günün sonunda anlayacaqsınız ki, bugün qazandığınız ən böyük üstünlük səbirli və planlı davranmağınız olacaq. Emosiyalarınızı nəzarətdə saxlayaraq və hər addımı düşünərək atmaqla həm işlərinizdə irəliləyiş əldə edəcək, həm də münasibətlərinizi lazımsız gərginlikdən qoruyacaqsınız. Ümumilikdə bugün Şir bürcü üçün planlı hərəkət, təmkin və düzgün ünsiyyət günüdür. Tələsməyin, emosiyalarınızı idarə edin və intuisiyanıza güvənin. Bu yanaşma sizi həm məqsədlərinizə yaxınlaşdıracaq, həm də yaxın insanlarla münasibətlərinizi daha möhkəm edəcək.
Qız. Bugün qız bürcü üçün ən böyük sınaq emosiyalarla deyil, məntiqlə hərəkət etmək olacaq. Adətən hər addımını ölçüb biçən, riskləri əvvəlcədən hesablayan və qərarlarını tələsmədən verən qızlar bugün özlərinə xas olmayan şəkildə daha cəsarətli davranmaq istəyə bilərlər. Ulduzlar isə xəbərdarlıq edir ki, məhz bu tələskənlik günün əsas çətinliyinə çevrilə bilər. Səhər saatlarından etibarən qarşınıza maraqlı təkliflər və yeni imkanlar çıxa bilər. İlk baxışda bunlar çox cəlbedici görünəcək və sizi dərhal qərar verməyə sövq edə bilər. Lakin görünən hər fürsət həqiqətən də qazanc gətirmir. Buna görə də hər yeni təklifi diqqətlə araşdırmaq, bütün üstünlükləri və riskləri qiymətləndirmək vacibdir. İş həyatında düşünülməmiş qərarlardan uzaq durmaq xüsusilə əhəmiyyətlidir. Yeni layihələrə qoşulmaq, əməkdaşlıq təkliflərini qəbul etmək və ya istiqamətinizi dəyişmək istəyirsinizsə, bunu yalnız kifayət qədər məlumat topladıqdan sonra edin. Tələsik verilən qərarlar sonradan əlavə çətinliklər yarada bilər. Maliyyə məsələlərində də ehtiyatlı olmaq tövsiyə edilir. Riskli investisiyalar, böyük alış-verişlər və ya yüksək gəlir vəd edən, lakin etibarlılığı tam məlum olmayan layihələr üçün münasib gün deyil. Bu gün şansa güvənmək əvəzinə hesablanmış addımlar atmaq sizi mümkün itkilərdən qoruyacaq. Ən doğru yol sizin həmişə uğur qazandığınız üsula sadiq qalmaqdır. Hər addımı əvvəlcədən planlaşdırın, mümkün nəticələri qiymətləndirin və qərarlarınızı yalnız məntiqlə qəbul edin. Bu yanaşma gün ərzində sizi bir çox problemlərdən uzaq saxlayacaq. İşgüzar münasibətlərdə də diqqətli olun. Etibarını artıq sübut etmiş insanlarla əməkdaşlıq etmək daha təhlükəsiz olacaq. Çox vəd verən, lakin indiyədək bunu əməli ilə təsdiqləməyən şəxslərə qarşı ehtiyatlı davranın. Gözəl sözlərə deyil, real nəticələrə diqqət yetirmək sizə daha çox fayda gətirəcək. Şəxsi münasibətlərdə isə sakitlik və anlayış ön plana çıxacaq. Yaxınlarınızın fikirlərini dinləmək və tələsik nəticə çıxarmamaq münasibətlərinizi daha da möhkəmləndirəcək. Əgər ailədə və ya dost çevrəsində hansısa fikir ayrılığı yaranarsa, emosional reaksiya vermək əvəzinə vəziyyəti sakit şəkildə müzakirə etməyə çalışın. Sevgi həyatında münasibətdə olan qızlar üçün qarşılıqlı etibar mühüm rol oynayacaq. Sevdiyiniz insanla gələcəklə bağlı qərarlar qəbul edərkən hər iki tərəfin fikrini nəzərə almaq münasibətinizə müsbət təsir göstərəcək. Subay qızlar isə yeni tanışlıqlar zamanı tələsik qərar verməməlidirlər. İnsanları daha yaxından tanımaq üçün özünüzə vaxt verin. Sağlamlıq baxımından gün ümumilikdə sabit görünür. Lakin emosional gərginlik və çox düşünmək sizi bir qədər yorğun hiss etdirə bilər. Gün ərzində qısa fasilələr vermək, açıq havada gəzmək və axşam saatlarında rahat istirahət etmək enerjinizi bərpa etməyə kömək edəcək. Bugünün əsas dərsi odur ki, uğur həmişə risk etməkdə deyil, doğru zamanda doğru qərar verməkdədir. Sizin güclü tərəfiniz məhz diqqətli və düşünülmüş davranışınızdır. Bu xüsusiyyətinizə sadiq qalsanız, həm maliyyə, həm iş, həm də şəxsi həyatınızda lazımsız problemlərdən uzaq olacaq və düzgün seçimlər edəcəksiniz. Ümumilikdə, bugün qız bürcü üçün ehtiyatlı qərarlar, planlı fəaliyyət və sağlam düşüncə günüdür. Riskdən uzaq durun, yalnız etibarlı insanlara güvənin və hər addımınızı əvvəlcədən hesablayın. Məhz bu yanaşma sizi uğura aparacaq və gələcəkdə peşman ola biləcəyiniz qərarlardan qoruyacaq. Tərəzi. Bugün tərəzi bürcü üçün hadisələrlə zəngin, dəyişkən, amma ümumilikdə müsbət enerji daşıyan bir gün olacaq. Günün ilk yarısı sürprizlərlə, maraqlı xəbərlərlə və gözlənilməz görüşlərlə yadda qala bilər. Özünüzü həmişəkindən daha enerjili hiss edəcək, yeni ideyalar irəli sürəcək və ətrafınızdakı insanları hərəkətə gətirən əsas şəxs olacaqsınız. Bu yüksək enerji gün ərzində bir çox gözəl hadisələrin başlanğıcına çevrilə bilər. Səhər saatlarında təşəbbüskar olmağınız sizə uğur gətirəcək. Uzun müddətdir planlaşdırdığınız bir görüşü təşkil edə, ailə üzvlərini və dostları bir araya gətirə və ya maraqlı tədbirin əsas təşəbbüskarı ola bilərsiniz. İnsanlar sizin pozitiv enerjinizdən ilham alacaq və təkliflərinizi böyük maraqla qarşılayacaqlar. Ünsiyyət baxımından da gün olduqca əlverişlidir. Gözlənilməz qarşılaşmalar və maraqlı söhbətlər sizə yeni baxış bucağı qazandıra bilər. Bəzi tanışlıqlar gələcəkdə həm şəxsi, həm də peşəkar həyatınız üçün faydalı olacaq. Ona görə də yeni insanlarla ünsiyyətdən çəkinməyin və qarşınıza çıxan fürsətləri qiymətləndirin. İş və maliyyə sahəsində günün ilk hissəsində yeni ideyalar yarana bilər.
Hərçənd bugün böyük qərarlar verməkdən daha çox plan qurmaq və gələcək addımları müəyyənləşdirmək üçün münasib zamandır. Düşündüyünüz layihələri qeyd edin və onları həyata keçirmək üçün uyğun vaxtı müəyyənləşdirin. Günün ikinci yarısından etibarən həyatın tempi yavaşlayacaq. Bu dəyişiklik sizi narahat etməməlidir. Əksinə, bu vaxt uzun müddətdir yarımçıq qalan işləri tamamlamaq, evdə və ya iş mühitində qayda yaratmaq, sənədləri nizamlamaq və artıq ehtiyac duymadığınız əşyalardan qurtulmaq üçün çox əlverişli olacaq. Bu saatlarda özünüzü daxili rahatlığa kökləmək daha asan olacaq. Son günlər yığılıb qalan xırda məsələləri həll etdikcə həm fiziki, həm də mənəvi olaraq yüngülləşdiyinizi hiss edəcəksiniz. Kiçik işlərin tamamlanması belə sizə böyük məmnunluq verəcək. Şəxsi münasibətlərdə gün harmonik keçəcək. Səhər saatlarında dostlarla və ailə üzvləri ilə birlikdə keçirilən vaxt sizə müsbət emosiyalar bəxş edəcək. Axşam isə daha sakit və səmimi söhbətlər üçün münasib şərait yaranacaq. Yaxınlarınızla birlikdə olmaq sizə daxili rahatlıq qazandıracaq. Sevgi həyatında münasibətdə olan tərəzilər üçün qarşılıqlı anlayış və diqqət ön plana çıxacaq. Sevdiyiniz insanla birlikdə gələcək planlar qurmaq və ya sadəcə birlikdə xoş vaxt keçirmək münasibətinizi daha da möhkəmləndirəcək. Subay tərəzilər üçün isə günün ilk yarısında maraqlı tanışlıqlar ehtimalı yüksəkdir. Bununla belə günün sonunda özünüzdən həddindən artıq çox şey tələb etməyin. Hər işi bir günə çatdırmağa çalışmaq sizi yoracaq. Əgər hansısa işi başa çatdırmağa vaxtınız çatmırsa və ya artıq özünüzü yorğun hiss edirsinizsə, onu daha uyğun vaxta saxlamaqdan çəkinməyin. Bu, zəiflik deyil, düzgün planlaşdırmanın göstəricisidir. Sağlamlıq baxımından enerjiniz yüksək olsa da, günün ikinci yarısında orqanizminizin istirahətə ehtiyacı ola bilər. Axşam saatlarında sakit mühitdə dincəlmək, açıq havada gəzmək və ya sevdiyiniz məşğuliyyətə vaxt ayırmaq sizə yaxşı təsir edəcək. Bugünün əsas mesajı odur ki, hər şeyi eyni anda etməyə çalışmaq məcburiyyətində deyilsiniz. Enerjinizi düzgün bölüşdürsəniz və özünüzə qarşı həddindən artıq tələbkar olmasanız, həm başladığınız işləri uğurla tamamlayacaq, həm də günün sonunda özünüzü rahat və məmnun hiss edəcəksiniz. Ümumilikdə bugün tərəzi bürcü üçün yeni görüşlər, xoş xəbərlər, məhsuldar fəaliyyət və daxili rahatlıq günüdür. Səhər yaranan imkanlardan maksimum istifadə edin, axşam isə özünüzə və yaxınlarınıza vaxt ayırın. Günün ritmini düzgün idarə etsəniz, bu bazar sizə həm xoş xatirələr, həm də faydalı nəticələr qazandıracaq. Əqrəb. Bugün Əqrəb bürcü üçün emosional baxımdan bir qədər çətin keçə bilər. Xüsusilə ünsiyyət sahəsində səbir, anlayış və təmkin nümayiş etdirmək vacib olacaq. Son vaxtlar deyilməyən sözlər, yığılıb qalan incikliklər və gizli narazılıqlar bugün üzə çıxa bilər. İlk baxışdan bu vəziyyət sizi narahat etsə də, əslində uzun müddətdir həllini gözləyən problemləri aradan qaldırmaq üçün yaxşı fürsət yaranacaq. Səhər saatlarından etibarən yaxın ətrafınızdakı insanlarla münasibətlərdə müəyyən gərginlik hiss oluna bilər. Dostlar, qohumlar və ya yaxın tanışlar sizinlə vacib söhbət etmək istəyə bilərlər. Adətən münaqişədən qaçmağa çalışan insanlar belə bu dəfə hisslərini gizlətməyəcək və münasibətlərə aydınlıq gətirmək istəyəcəklər. Bəzi söhbətlər gözlədiyinizdən daha emosional keçə bilər. Qarşı tərəf nə hiss etdiyini və nədən narazı qaldığını tam ifadə edə bilməyəcək. Bu isə anlaşılmazlıqları bir qədər də artıracaq. Belə məqamlarda emosiyalarla deyil, məntiqlə hərəkət etmək sizin ən böyük üstünlüyünüz olacaq. Bugün ən vacib vəzifəniz dinləməyi bacarmaqdır. İnsanların sözlərinin arxasında gizlənən hissləri anlamağa çalışın. Bəzən onlar problemi düzgün ifadə etməsələr də sadəcə eşidilmək və başa düşülmək istəyəcəklər. Sakit və təmkinli münasibətiniz bir çox gərginliyi aradan qaldıra bilər. İş həyatında da ünsiyyət xüsusi diqqət tələb edəcək. Həmkarlarla fikir ayrılıqları və ya yanlış anlaşılmalar mümkündür. Buna görə də vacib mövzuları müzakirə edərkən tələsik nəticə çıxarmayın, hər detalı dəqiqləşdirin və emosional reaksiyalardan uzaq olun. Düzgün ünsiyyət sayəsində kiçik problemlərin böyüməsinin qarşısını ala biləcəksiniz. Maliyyə baxımından gün sabit görünür. Böyük qərarlar qəbul etmək mümkündür, lakin bunu yalnız bütün məlumatları dəqiqləşdirdikdən sonra edin. Kiminsə dediklərinə kor-koranə inanmaq əvəzinə faktları özünüz yoxlamaq daha doğru olacaq. Şəxsi münasibətlərdə isə səbir ən böyük silahınız olacaq. Sevdiyiniz insanla aranızda əvvəlki incikliklər yenidən gündəmə gələ bilər.
Bu mövzuları mübahisəyə çevirmək əvəzinə açıq və səmimi söhbətlə həll etməyə çalışın. Qarşılıqlı anlayış göstərsəniz, münasibətləriniz əvvəlkindən daha da möhkəmlənə bilər. Subay əqrəblər üçün də maraqlı görüşlər mümkündür. Lakin yeni tanışlıqlarda ilk təəssüratla kifayətlənməyin. İnsanları daha yaxından tanımaq üçün özünüzə zaman verin. Bugün emosiyalar bəzən reallığı tam göstərməyə bilər. Ailə münasibətlərində yaşlı ailə üzvləri ilə söhbətlər xüsusi əhəmiyyət daşıyacaq. Kiminsə sizdən gözlədiyi dəstəyi və ya anlayışı göstərməyiniz münasibətləri istiləşdirə bilər. Bəzən sadəcə diqqətlə dinləmək belə böyük problemlərin həllinə səbəb olur. Sağlamlıq baxımından emosional yorğunluq hiss edə bilərsiniz. Gün ərzində gərgin söhbətlər sizi psixoloji olaraq yora bilər. Axşam saatlarında dincəlmək, sevdiyiniz musiqini dinləmək, açıq havada gəzmək və ya sakit mühitdə vaxt keçirmək daxili tarazlığınızı bərpa etməyə kömək edəcək. Bugünün əsas mesajı odur ki, hər mübahisə münasibətin sonu demək deyil. Bəzən açıq danışmaq və yığılıb qalan hissləri bölüşmək münasibətləri daha sağlam və möhkəm edir. Əgər siz səbirli olsanız, insanları dinləsəniz və öz mövqeyinizi sakit şəkildə izah etsəniz, günün sonunda bir çox anlaşılmazlıq geridə qalacaq. Ümumilikdə bugün Əqrəb bürcü üçün ünsiyyət, emosional sınaqlar və münasibətləri yenidən qurmaq günüdür. Tələsməyin, sözlərinizi diqqətlə seçin və hər kəsin hisslərini anlamağa çalışın. Məhz bu yanaşma sizə həm şəxsi, həm də iş həyatınızda gözlənilən harmoniyanı bərpa etməyə kömək edəcək. Oxatan. Bugün Oxatan bürcü üçün uğurlu, məhsuldar və yeni imkanlarla zəngin bir gündür. Ulduzlar göstərir ki, müsbət enerjilər demək olar ki, bütün sahələrdə sizi dəstəkləyəcək. Qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirsəniz, həm bugün, həm də yaxın gələcək üçün önəmli nəticələr əldə edə bilərsiniz. Günə pozitiv əhval-ruhiyyə ilə başlamaq sizə əlavə üstünlük qazandıracaq. Səhər saatlarında enerjiniz yüksək olacaq və başladığınız işləri həvəslə yerinə yetirəcəksiniz. Günün ilk hissəsini yalnız şəxsi maraqlarınıza deyil, ətrafınızdakı insanlara da fayda verəcək işlərə həsr etmək daha doğru seçim olacaq. Kiməsə göstərəcəyiniz kiçik bir kömək və ya verəcəyiniz dəstək gözlədiyinizdən daha böyük müsbət nəticələr doğura bilər. Ulduzlar bildirir ki, bugün etdiyiniz yaxşılıqlar qarşılıqsız qalmayacaq. Sizə göstərilən etimad artacaq, insanlar sizin səmimiyyətinizi və yardımsevərliyinizi yüksək qiymətləndirəcəklər. Gələcəkdə məhz bu münasibətlər sayəsində yeni imkanlar və maraqlı əməkdaşlıqlar yarana bilər. İş həyatında inkişaf üçün əlverişli şərait formalaşır. Yeni biliklər əldə etmək, peşəkar bacarıqlarınızı artırmaq və təcrübəli insanlarla ünsiyyət qurmaq üçün çox münasib zamandır. Qarşılaşacağınız bəzi insanlar gələcək karyeranızda mühüm rol oynaya və qarşınızda yeni qapılar aça bilərlər. Əgər son vaxtlar özünüzü inkişaf etdirmək barədə düşünürdünüzsə, bugün ilk addımı atmaq üçün əla fürsətdir. Yeni kursa yazılmaq, fərqli sahə haqqında məlumat toplamaq və ya peşəkar çevrənizi genişləndirmək gələcək uğurlarınızın əsasını qoya bilər. Maliyyə baxımından da gün kifayət qədər uğurlu görünür. Böyük məbləğdə qazanc gözlənilməsə də, pul məsələlərində ağıllı qərarlar verəcəksiniz. Əlinizə keçən vəsaiti düzgün istiqamətə yönəltmək bacarığınız sayəsində gələcəkdə daha böyük maddi sabitlik əldə edə bilərsiniz. Bugün faydalı alış-veriş etmək üçün münasib zamandır. Lazım olan əşyaları sərfəli qiymətə əldə edə, həmçinin gələcəkdə gəlir gətirə biləcək kiçik investisiyalar barədə düşünə bilərsiniz. Ulduzlar göstərir ki, kiçik görünən maliyyə addımları sonradan gözlədiyinizdən daha böyük nəticələr verə bilər. Əlavə gəlir imkanları da diqqətinizi çəkə bilər. Sizə ediləcək bir təklif əvvəlcə çox böyük qazanc vəd etməsə də, onun davamlı gəlir mənbəyinə çevrilmək ehtimalı yüksəkdir. Bu səbəbdən yeni əməkdaşlıq və iş təkliflərini diqqətlə dəyərləndirmək faydalı olacaq. Şəxsi münasibətlərdə də müsbət atmosfer hökm sürəcək. Ailə üzvləri və dostlarla ünsiyyət sizə xoş emosiyalar bəxş edəcək. Birlikdə keçirilən vaxt münasibətləri daha da möhkəmləndirəcək və uzun müddətdir danışılmayan mövzuların rahat şəkildə müzakirəsinə şərait yaradacaq. Sevgi həyatında münasibətdə olan oxatanlar üçün romantik anlar və qarşılıqlı anlayış ön plana çıxacaq. Sevdiyiniz insanla gələcəklə bağlı planlar qurmaq və birlikdə yeni qərarlar qəbul etmək üçün əlverişli gündür. Subay oxatanlar isə maraqlı tanışlıqlarla qarşılaşa bilərlər. Bugün tanış olacağınız biri gələcəkdə həyatınızda xüsusi yer tuta bilər.
Sağlamlıq baxımından da gün uğurludur. Özünüzü enerjili və gümrah hiss edəcəksiniz. Bununla belə gün ərzində çox iş görmək istəsəniz də özünüzü həddindən artıq yormamağa çalışın. Axşam saatlarında qısa istirahət və sevdiyiniz insanlarla vaxt keçirmək enerjinizi tam bərpa edəcək. Bugünün əsas mesajı odur ki, paylaşdığınız hər yaxşılıq və atdığınız hər düzgün addım sizə qat-qat artıq şəkildə geri qayıda bilər. İnsanlarla qurduğunuz münasibətlər, qazandığınız biliklər və verdiyiniz qərarlar gələcəyiniz üçün möhkəm təməl yaradacaq. Ümumilikdə bugün oxatan bürcü üçün uğurlu görüşlər, yeni biliklər, faydalı əməkdaşlıqlar və maliyyə baxımından perspektivli imkanlar günüdür. Qarşınıza çıxan fürsətləri qaçırmayın, insanlara dəstək olmaqdan çəkinməyin və gələcəyiniz üçün ağıllı qərarlar qəbul edin. Bugün atacağınız addımlar yaxın zamanda həyatınızda sevindirici dəyişikliklərin başlanğıcı ola bilər. Oğlaq. Bugün Oğlaq bürcü üçün məsuliyyət, zəhmət və əldə edilən nəticələrin sevincini yaşayacağınız bir gün olacaq. Düzdür, gün ərzində görüləsi işlər düşündüyünüzdən daha çox ola bilər və bəzən istirahət etmək arzunuz üstün gələcək. Ancaq ulduzlar göstərir ki, bugün sərf etdiyiniz hər zəhmət yaxın zamanda öz bəhrəsini verəcək. Məhz buna görə də tənbəlliyə qapılmaq əvəzinə qarşınıza çıxan imkanlardan maksimum istifadə etməyə çalışın. Səhər saatlarından etibarən müxtəlif məsuliyyətlər diqqətinizi tələb edəcək. İlk baxışda bu qədər iş sizi bir qədər yorğun hiss etdirə bilər. Ola bilsin ki, bu bazar gününü daha sakit keçirmək istəyirdiniz. Lakin həyatın sizə təqdim etdiyi tapşırıqları yerinə yetirdikcə anlayacaqsınız ki, bütün bu zəhmət əslində gələcək uğurlarınızın təməlini qoyur. İş həyatında məhsuldarlığınız yüksək olacaq. Uzun müddətdir müxtəlif səbəblərdən təxirə saldığınız bir işi nəhayət uğurla başa çatdıra bilərsiniz. Hətta əvvəllər sizə çətin görünən layihələr belə bugün daha rahat həllini tapacaq. Səbir və ardıcıllığınız sayəsində nəticələr gözlədiyinizdən də uğurlu ola bilər. Bugün mürəkkəb məsələlərdən çəkinməyin. Başqalarının həll edə bilmədiyi problemlər sizin üçün uğur qazanmaq imkanı yarada bilər. Təcrübəniz, məntiqli düşüncəniz və məsuliyyətli yanaşmanız sayəsində ətrafınızdakı insanların etibarını daha da artıracaqsınız. Rəhbərlik və ya nüfuzlu şəxslər sizin əməyinizi yüksək qiymətləndirə bilərlər. Maliyyə baxımından gün sabit görünür. Böyük gəlirlər olmasa da gördüyünüz işlərin qarşılığını almaq imkanınız yüksəkdir. Əgər uzun müddətdir nəticəsini gözlədiyiniz bir layihə və ya əmək varsa, onun bəhrəsini yaxın vaxtlarda görməyə başlaya bilərsiniz. Bugün həm də gələcək maliyyə planlarınızı gözdən keçirmək üçün münasib zamandır. Şəxsi münasibətlərdə də məsuliyyətli davranışınız diqqətdən kənarda qalmayacaq. Ailə üzvləri və yaxınlarınız sizin dəstəyinizi hiss edəcək və buna görə sizə minnətdar olacaqlar. Gün ərzində yaxınlarınız üçün etdiyiniz kiçik bir yaxşılıq belə münasibətlərinizi daha da möhkəmləndirə bilər. Sevgi həyatında münasibətdə olan oğlaqlar üçün qarşılıqlı anlayış və etibar ön planda olacaq. Günün yorğunluğuna baxmayaraq, axşam saatlarında sevdiyiniz insanla keçirəcəyiniz sakit və səmimi vaxt bütün gərginliyi aradan qaldıracaq. Subay oğlaqlar üçün isə yeni tanışlıqlar mümkündür. Xüsusilə ortaq maraqlar əsasında başlayan ünsiyyət gələcəkdə ciddi münasibətə çevrilə bilər. Sağlamlıq baxımından enerjiniz kifayət qədər yüksək olsa da, günün sonunda yorğunluq hiss edə bilərsiniz. Buna görə də özünüzə istirahət üçün vaxt ayırmaq vacibdir. Gün ərzində fasilələr vermək, axşam isə rahat mühitdə dincəlmək həm fiziki, həm də emosional gücünüzü bərpa edəcək. Bugünün əsas mesajı odur ki, zəhmətiniz qarşılıqsız qalmayacaq. Bəlkə də bugün istirahət etmək istəyəcəksiniz, amma taleyin sizə təqdim etdiyi imkanlar məhz fəaliyyət göstərməyinizi tələb edir. Atdığınız hər addım sizi gələcək uğurlara daha da yaxınlaşdıracaq. Ümumilikdə bugün Oğlaq bürcü üçün məhsuldarlıq, məsuliyyət və zəhmətin bəhrəsini görmək günüdür. Təxirə saldığınız işləri tamamlayın, çətin tapşırıqlardan çəkinməyin və öz bacarıqlarınıza güvənin. Günün sonunda anlayacaqsınız ki, bugün sərf etdiyiniz əmək həm maddi, həm də mənəvi baxımdan sizə dəyərli qazanc gətirib. Dolça. Bugün Dolça bürcü üçün tələsmək deyil, həyatın axarından zövq almaq daha doğru seçim olacaq. Ulduzlar göstərir ki, bu bazar günü böyük işlərə girişmək və hər şeyi bir anda həll etməyə çalışmaq istədiyiniz nəticəni verməyə bilər. Əksinə, bir qədər dincəlmək, özünüzə vaxt ayırmaq və enerjinizi bərpa etmək yaxın günlərdə sizi daha məhsuldar edəcək.
Səhər saatlarından etibarən qarşınıza müxtəlif planlar çıxa bilər. Bəzi işləri bugün mütləq başa çatdırmaq istəsəniz də, hadisələr gözlədiyiniz sürətlə inkişaf etməyə bilər. Gecikmələr, gözlənilməz maneələr və ya texniki xırdalıqlar sizi yavaşlada bilər. Buna görə də özünüzü məcbur edib əsəbləşmək əvəzinə vəziyyəti olduğu kimi qəbul etmək daha faydalı olacaq. Bugün mürəkkəb layihələrə başlamaq və ya böyük qərarlar qəbul etmək üçün ən münasib zaman deyil. Ola bilsin ki, indi çox çətin görünən bir işi 1-2 gün sonra daha rahat və daha keyfiyyətli şəkildə həll edə biləcəksiniz. Bəzən düzgün vaxtı gözləmək, tələsik hərəkət etməkdən daha uğurlu nəticə verir. İş həyatında da özünüzə artıq yük götürməməyə çalışın. Əgər vacib olmayan tapşırıqları təxirə salmaq imkanınız varsa, bundan istifadə edin. Bugün görüləcək ən doğru iş gələcək planlarınızı nəzərdən keçirmək, yeni ideyaları düşünmək və özünüzü növbəti həftəyə hazırlamaqdır. Maliyyə baxımından gün sabit görünür. Böyük xərclər və ya ciddi investisiyalar üçün əlverişli vaxt olmasa da, büdcənizi planlaşdırmaq və gələcək maliyyə hədəflərinizi müəyyənləşdirmək üçün yaxşı fürsət yaranacaq. Lazımsız alış-verişdən uzaq durmaq daha məqsədə uyğun olar. Şəxsi münasibətlər isə bugünün ən uğurlu sahələrindən biri olacaq. Ulduzlar sizə yaxınlarınızla daha çox vaxt keçirməyi tövsiyə edir. Ailə üzvləri ilə səmimi söhbətlər, dostlarla görüşlər və uzun müddətdir əlaqə saxlamadığınız insanlarla yenidən ünsiyyət qurmaq sizə böyük mənəvi rahatlıq gətirəcək. Sevgi həyatında münasibətdə olan dolçalar üçün romantik və sakit anlar gözlənilir. Sevdiyiniz insanla birlikdə gündəlik qayğılardan uzaqlaşmaq, birlikdə gəzintiyə çıxmaq və ya sadəcə rahat söhbət etmək münasibətinizi daha da gücləndirəcək. Subay dolçalar üçün isə köhnə dost çevrəsində maraqlı tanışlıqlar yarana bilər. Bugün təsadüfi görüşlər gələcəkdə fərqli istiqamət ala bilər. Ailə münasibətlərində də isti atmosfer hökm sürəcək. Uzun müddətdir görə bilmədiyiniz qohumlarla əlaqə saxlamaq və ya ailə ilə birlikdə vaxt keçirmək sizə xoş emosiyalar bəxş edəcək. Bugün paylaşacağınız səmimi anlar uzun müddət yadda qalacaq. Sağlamlıq baxımından orqanizminiz istirahətə ehtiyac duyur. Son günlər intensiv işləyirsinizsə, bu bazar günü özünüzə istirahət vermək ən düzgün qərar olacaq. Açıq havada gəzmək, sevdiyiniz hobbi ilə məşğul olmaq və ya sadəcə sakit mühitdə dincəlmək həm fiziki, həm də emosional enerjinizi bərpa edəcək. Bugünün əsas mesajı odur ki, hər işi bir gündə görmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bəzən ən məhsuldar qərar heç nəyi tələsdirməmək, özünüzə vaxt ayırmaq və hadisələrin təbii axarında inkişaf etməsinə imkan verməkdir. Ümumilikdə, bugün dolça bürcü üçün istirahət, yaxın insanlarla ünsiyyət və daxili tarazlığı bərpa etmək günüdür. Özünüzə qarşı həddindən artıq tələbkar olmayın, planlarınızı bir qədər ertələməkdən çəkinməyin və bugünü ruhunuzu dincəltməyə sərf edin. Bunun sayəsində yeni həftəyə daha güclü, daha enerjili və daha motivasiyalı başlayacaqsınız. Balıqlar. Bugün balıqlar bürcü üçün səbir, düzgün zaman seçimi və xoş emosiyalarla yadda qala bilər. Günün ilk saatlarında hadisələr istədiyiniz sürətlə inkişaf etməyə bilər. Buna görə də ulduzlar sizə tələsməməyi və hər addımı doğru zamanda atmağı tövsiyə edir. Bəzən gözləmək, irəli atılmaqdan daha doğru qərar olur və bugün bunu aydın şəkildə hiss edəcəksiniz. Səhər saatlarında planlarınızda kiçik gecikmələr və ya gözlənilməz dəyişikliklər yaşana bilər. İlk baxışda bu sizi narahat etsə də, sonradan anlayacaqsınız ki, hər şey məhz olması lazım olduğu kimi inkişaf edib. Əgər vacib qərarlar vermək və ya yeni işə başlamaq niyyətindəsinizsə, bir qədər gözləmək sizə daha əlverişli şərait yaradacaq. Bugünün əsas üstünlüyü hadisələrin zamanla sizin xeyrinizə dəyişməsidir. Gün irəlilədikcə çətin görünən məsələlər daha asan həll olunacaq, insanlar sizinlə daha rahat anlaşacaq və qarşınıza çıxan maneələr tədricən aradan qalxacaq. Ona görə də ilk uğursuzluqlara görə ruhdan düşməyin. İş və maliyyə məsələlərində tələskənlikdən uzaq durmaq vacibdir. Böyük qərarlar verməzdən əvvəl bütün detalları diqqətlə nəzərdən keçirin. Bugün ağıllı və səbirli davranış gələcəkdə sizə daha uğurlu nəticələr qazandıracaq. Əgər hansısa layihəyə başlamaq üçün tam əmin deyilsinizsə, onu bir qədər sonraya saxlamaq daha məqsədə uyğun olar. Maliyyə baxımından gün sabit görünür. Böyük gəlirlər gözlənilməsə də, xərclərinizi planlı şəkildə idarə etsəniz, yaxın günlərdə özünüzü daha rahat hiss edəcəksiniz. Lazımsız alış-verişdən çəkinmək və mövcud imkanları düzgün qiymətləndirmək faydalı olacaq.
Şəxsi münasibətlər isə bu günün ən uğurlu sahəsidir. Xüsusilə uzun müddətdir birlikdə olan cütlüklər üçün romantik və unudulmaz anlar gözlənilir. Bir-birinizi daha yaxşı anlamaq, gələcəklə bağlı planlar qurmaq və münasibətinizə yeni nəfəs gətirmək üçün çox əlverişli zamandır. Əgər münasibətiniz yenidirsə, bu gün yaşanacaq hadisələr sizi bir-birinizə daha da yaxınlaşdıra bilər. Qarşı tərəfin xarakterini, düşüncələrini və hisslərini daha dərindən tanımaq imkanı əldə edəcəksiniz. Bu ünsiyyət aranızdakı etimadı artıracaq və münasibətinizin daha ciddi mərhələyə keçməsi ilə bağlı düşüncələr yarada bilər. Subayi balıqlar üçün də maraqlı tanışlıqlar mümkündür. Bugün qarşılaşacağınız biri ilə yaranacaq söhbət əvvəlcə sadə görünə bilər, lakin zamanla həyatınızda mühüm yer tutacaq münasibətin başlanğıcına çevrilə bilər. Ürəyinizin səsinə qulaq asmaqdan çəkinməyin. Ailə münasibətlərində də isti və səmimi atmosfer hökm sürəcək. Yaxınlarınızla birlikdə keçirdiyiniz vaxt sizə daxili rahatlıq bəxş edəcək. Uzun müddətdir danışılmayan mövzular belə sakit və anlayışlı şəkildə həllini tapa bilər. Sağlamlıq baxımından gün ümumilikdə müsbətdir. Lakin səhər saatlarında özünüzü bir qədər halsız və ya motivasiyasız hiss edə bilərsiniz. Gün irəlilədikcə enerjiniz artacaq. Axşam saatlarında açıq havada gəzmək, sevdiyiniz insanlarla vaxt keçirmək və ya sevdiyiniz məşğuliyyətlə məşğul olmaq əhvalınızı daha da yüksəldəcək. Bugünün əsas mesajı odur ki, hər şeyin öz zamanı var, tələsmədiyiniz, hadisələrin təbii axarına imkan verdiyiniz halda bir çox məsələ düşündüyünüzdən daha rahat həll olunacaq. Xüsusilə şəxsi münasibətlərdə göstərəcəyiniz anlayış və diqqət sizə gözlədiyinizdən daha böyük xoşbəxtlik gətirə bilər. Ümumilikdə, bugün balıqlar bürcü üçün səbir, sevgi və münasibətlərin möhkəmlənməsi günüdür. Tələsik qərarlardan uzaq durun, doğru anı gözləyin və yaxın insanlarınıza daha çox vaxt ayırın. Günün sonunda anlayacaqsınız ki, bu bazar sizə həm daxili rahatlıq, həm də gələcək üçün ümidverici emosiyalar bəxş edib.